إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا ومن يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله وصلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله قولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Aziz ve muhterem Müslümanlar, en birinci özümü, sonra ise sizleri Allah'tan korkmağa ve təqvalı olmağa çağırıram. Təqva deyildikdə, yəni Allah'ın əmrlərini yerine getirmek ve onun qadağan ettiği şeylerden ise çekinmek. Sonra şükürler olsun Allah'a ki, bizleri saysızca insanlar içerisinden seçmiş ve məhz bizlere hidayet verip, bizleri İslam nimetiyle nimetlendirmiştir. Ve sonra şükürler olsun Allah'a ki, bizler birbirimizi tanımadığımız halda, o bizim kalplerimizi birleştirip, bizleri İslam'da iman kardeşi etmiştir. Ve hemsinin şükürler olsun Allah'a ki, dünyada fitne fesadın çoxaldığı bir vaxtda bize ve bizim ülkemize sabitlik ve emin-amanlıq nimeti bəxş etmiştir. Ve hemsinin şükürler olsun Allah'a ki, bizleri bu mübarek günlere çatdırmış ve bu günlerde olan Allah'a en sevimli ibadetleri bizlere nasip etmiştir. O da ki Zilhicce ayının ilk 10 gününde olan ibadetlerdir. Necə ki bu barədə Rasul sallallahu aleyhi ve sellem buyurur ki, مَا مِنْ اَيَّامٍ الْعَمَلُ الصَّالِحُ ف۪يهَا اَحَبُّ اِلَى اللّٰهِ مِنْ هَذِهِ الْاَحِيَّامِ قالوا ولا الجهاد في سبيل الله يا رسول الله قال ولا الجهاد في سبيل الله إلا رجلا خرج بنفسه وماله ثم لم يرجع من ذلك بشيء. İbn Abbas radıyallahu anh'ın rivayet ettiği hadiste Resul sallallahu aleyhi ve sellem buyurur ki, Allah'a bu günlerde olan salih əməllər kimi diğer günlerde olan əməllər sevimli olabilmez. Deyirlər ki, ey Allah'ın Resulü, Allah yolunda olan cihad belə, deyir ki, bəli, Allah yolunda olan cihad belə, yalnız o kəsdən başqa ki, malıyla və canıyla Allah yolunda çıxır və bunların heç biri ilə geri dönmür. Yalnız bu kəs istisna olmaqla hədisi İmam Buxari rahiməhullah rivayət etmişdir. Bəli, qardaşlar, bu günlər elə bir günlərdir ki, ilin, ayların içində ən fəzilətli günlərdir. Hətta 11 ayın sultanı olan Ramazan ayından belə və onun günlərindən fəzilətli günlərdir. Məhz bundan dolayıdır ki, bu günlərdə olan salih əməllər, digər günlərdə olan əməllərdən Allaha daha sevimlidir. Tabarani rahiməhullahın lafzında gəldiyində isə Rasul sallallahu aleyhi və səlləm belə buyurur. مَا مِنْ اَيَّامٍ أعظم وأفضل عند الله ولا العمل الصالح فيهن أحب إلى الله من هذه الأيام فأكثروا فيها التسبيح والتحميد والتكبير والتحليل. Resul sallallahu aleyhi ve sellem buyurur ki, bu günler kimi Allah'a daha əzəmətli ve bu günler kimi Allah qatında daha fəzilətli ve daha əzəmətli günler yoktur. Ve bu günlerde olan salih əməllər kimi Allah'a daha sevimli olan əməllər yoktur. Elə isə bu günlerde təsbihi, təhmidi, təkbiri və təhlili çoxaldın. Yəni Subhanallah, Elhamdülillah, La ilahe illallah ve Allahu Ekber demek. Ve həmsinin qardaşlar,
Bilirsiniz, bu günlərdə xas olan zikirlər var. Hansı ki, xütbənin açılışında dedik. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, la ilahe illallah, Allahu Ekber, Allahu Ekber, ve lillahil hamd. Bu barədə Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَذْكُرُ اللّٰهَ فِي اَيَّامٍ مَعْدُودَاتٍ. O mə'dud günlərdə, o sayılmış, seçilmiş günlərdə Allah'ı zikr edin. Və qardaşlar, doğrudan da Allah Teala bu günləri bizə nəsib etdi. Və bacardığımız qədərimizə yazılan qədər bu günlərdə salih əməllər etdik. Və məhz bundan dolayı da Allah Teala bizə bu zikri və bu qurbanı əmr etmişdir. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَذْكُرُوا كَمَا هَدَاكُمْ اِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ. Onu zikr edin, yəni Allah'ı zikr edin. Hansı ki siz bundan qabaq zəlalətdə idiniz və o sizə hidayət verdi, sizə doğru yol göstərdi. Bu da başlayır. Burada da nəzərdə tutulan həmin az öncə dediyimiz zikirdir. Hansı ki Ərafa gününün sabahından başlayır, ta ki təşrik günlərinin sonuna qədər, yəni Zilhiccənin 13-cü asr namazına qədər. O ki qaldı ki, mütləq olan təkbir, o da Zilhiccə girəndən davam eləyir. Yenə də ta ki təşrik günlərinə qədər, yəni hələ də bu zikirlər davam eləyir. Bu günləri biz elə bir günləri yaşayırıq ki, elə bir gündəyik ki, Allah Teala bu günləri bizim üçün bayram olaraq seçmişdir. Və bütün İslamda olan, yəni bütün bu iki bayrama baxdıqda, istər Ramazan bayramı olsun, istərsə də Qurban bayramı olsun, hər ikisi ibadətin dalıyca gəlir, qeyri-müsəlmanların bayramlarından fərqli olaraq. İslam bayramında müsəlmanlar nəyə görə sevinir, nəyi bayram edirlər? Allah Teala onlara ibadəti və itayəti müyəssər etdiyinə görə. Və biz də Ramazanda 30 gün oruç tutur və həmsinin gecələri namaz qılırıq və bundan dolayı nə edirik? Allaha şükür olaraq və sevinərək bayram keçirdirik. Və eləcə də Qurban bayramı, Zilhiccənin ilk 10 gününü ibadətlər, oruç, namaz, zikir və s. bütün salih əməllər və sonra yenə nə edirik? Allaha şükür olaraq sevinirik, bayram keçirdirik ki, Allah Teala bizə bayramı, bu ibadətləri nəsib etdi. Ancaq qeyri-müsəlmanlara baxdıqda isə onların bayramları hamısı nə üzərindədir? Asilik, fasiklik, hətta küfür, şirk, bidət və s. bu kimi zəlalətlər üzərində qurulmuşdur. Ona görə də İslam'a görə daima Allaha şükür edib və onun şəninə təriflər demək lazımdır. Və həmçinin qardaşlar, bu günlərdə artıq oruc yoxdur. Bu günlər yalnız yemək, içmək və şənlənmək və Allahı zikr etmək günləridir. Necə ki, bu barədə Rasul sallallahu aleyhi və səlləm buyurur ki, İnne hâzihil eyyâm eyyâmu zikrin. İnne hâzihil eyyâm eyyâmu eklin ve eyyâmu şurbin ve eyyâmu zikrillah. Ve buyurur ki Rasul sallallahu aleyhi ve sellem, həqiqətən də bu günlər yemək, içmək və Allahı zikr etmək günləridir. Hədisi İmam Muslim rahimahullah rivayət etmiştir. Həmçinin qardaşlar, bu günlərdə Allah Teala müsəlman ümmətinə elə bir ibadəti fərz etmişdir ki, ta ki İbrahim aleyhissalamdan bəri qalan bir onun sünnətidir aleyhissalam. Bu da həcc ibadətidir ki, Allah Teala bunu öz qullarına vacib olaraq əmr etmişdir. O kəslərin ki, buna gücü çatır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَأَتِمُّ الْحَجَّ وَالْعُمْرَةَ لِلّٰهِ. Uca Allah buyurur ki, həcci və ümrəni Allah üçün yerinə yetir, tamamla. Başqa bir ayədə Uca Allah buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Uca Allah buyurur ki, Allah üçün qulları üzərinə vacibdir ki, onun evini ziyarət etsinlər, əgər buna yol tapa bilirlərsə. Yəni canları, malları və yol onlara imkan yaradırsa. Və qardaşlar, İslam dini bildiyiniz kimi tevhid dinidir. İslam dini bütün dinlər kimi insanları tək Allahlığa, ona ibadət etməyə çağırır və ona hər hansı bir şey olursa olsun şirk qoşmaqdan çəkindirir. Və İslamın baxsanız sütunlarına İslam la ilahe illallahla başlayır, həcclə bitir.
və hər ikisi tövhidə dəlalət edir və eləcə də onların arasında olanlar. Və həcc ibadətinin özünə gəldikdə isə xüsusi olaraq və həcc ibadəti də özü özlüyündə tövhidlə başlayır, yəni tək Allahlıqla başlayır və tək Allahlıqla da bitir. Necə ki bilirsiniz, həccə başlayanda, ehrama başlayanda həccilər belə deyirlər: Ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə və lə şərikə lək. Allah Teala əmr edir ki, insanlar, həccilər belə etsinlər: Allahım, sənə ibadət etdim, sənin icabətini yerinə yetirdim, sənin heç bir şərikin yoxdur, neymətlər, şükürlər sənə məxsusdur və sənin heç bir şərikin yoxdur. Və beləcə həcci davam edirlər və həcci başa vuranda, təvaf eləyəndə gəlib İbrahim məqamında dayanıb 2 rükət namaz qılırlar. Birinci rükətində Kafirun surəsi, ikinci rükətində isə Qul huvallahu əhəd surəsini oxuyurlar. Və bu surələr hər ikisi də başından sonuna qədər Allahın təkliyinə, onun əzəmətinə dəlalət eləyir və göstərir ki, Allah ehtiyatsız və ondan başqa hər şey ona möhtac və ona fəqirdirlər. Həmçinin qardaşlar, bu günlər sonunda Allah Teala gözəl bir əməli bizə əmr etmişdir. O da nədir? Qurban kəsmək. Bu barədə Allah Teala Quran-ı Kərimdə buyurur ki: İnnə ə'taynəkəl kəvsər fəsalli li rabbikə vənhər. Allah Teala buyurur ki, biz sənə Kövsəri bəxş etdik və belə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Kövsər barədə Rasul sallallahu aleyhi və səlləm səhih bir hədisdə buyurur ki, Kövsər bir gün deyir ki, sahabələr görürlər ki, Rasul sallallahu aleyhi və səlləm qəmli, kədərli oturmuş bir halda birdən sevindi və güldü. Sahabələr bunun səbəbini soruşanda dedi ki, mənə elə bir ayə nazil oldu ki, odur məni sevindirib güldürən. İnnə a'taynəkəl kəvsər. Biz sənə Kövsəri bəxş etdik. Deyir, bilirsinizmi Kövsər nədir? Deyirlər, Allah və Rasulü bilir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, Kövsər cənnətdə bir çaydır və qiyamət günü mənim ümmətim mənim ətrafıma toplaşacaq və onun qədəhlərindən, o Kövsərdən su içəcəklər və bir daha ondan sonra susamayacaqlar. Və sonra Allah Teala buyurur ki, fəsalli li rabbikə vənhər. Rəbbin üçün namaz qıl və qurban kəs. İbn-i Cərir rahməhullah bu ayənin təfsirində buyurur ki, burada söhbət bayram namazından və qurbandan gedir. Yəni qurban bayramının namazı hansı ki az öncə əda etdik və həmçinin hansı ki bir az sonra əda edəcəyik Allahın izni ilə qurbanı kəsmək. Yenə İbn-i Cərir rahməhullah buyurur ki, Allah Teala onu demək istəyir ki, öz Rasuluna, necə ki mən sənə ikram etdim, Kövsəri verdim, İslam dinin verdim və səni istifa etdim bütün peyğəmbərlərdən və bütün insanlardan səni uca tutdum, elə isə məni ibadətində və itayətində təkləşdir, namazını xalis olaraq yalnız və yalnız mənim üçün qıl və qurbanını da xalis olaraq yalnız və yalnız mənim üçün kəs. Necə ki bu barədə Uca Allah Quran-ı Kərimdə başqa bir yerdə belə buyurur: İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin, la şərikə ləh və bizəlikə umirtu və ənə əvvəlül muslimin. Allah Teala əmr edir ki, Rasul sallallahu aleyhi və səlləm belə desin: həqiqətən də mənim namazım, mənim qurbanım Allah üçündür. Mənim ölümüm və həyatım da Allah üçündür. Və mən bununla əmr oldum. Allahın heç bir şəriki yoxdur və mən müsəlmanların ən birincisiyəm, ən ilkiyəm. Bəli qardaşlar, qurban da, namaz da və digər bütün ibadətlər də, necə ki ayədə gəldi, həyatım da, ölümüm də, yəni insan yaranandan ölənə qədər nə eləyirsə hamısı Allah üçün olmalıdır. Hamısı Allah üçün olmalıdır. Sadəcə namaz, qurban əzəmətli ibadətlərdən və qurban bayramında bir araya gəldiyindən dolayı Uca Allah onları bir yerdə zikr etmişdir. Və həmçinin qardaşlar, qurban, baxmayaraq cümə xütbəsini xüsusi olaraq qurban bayramına həsr etdik və qurban kəsməkdən danışdıq. Yenə də bir-iki kəlmə istəyirəm ki, bugünkü o qurban bayramı barədə və o qurbanlıq barədə danışım. Ən birinci bilmək lazımdır ki, Allah'ı zikr etmək lazımdır. Onu kəsən zaman, necə ki gəlib dünənki xütbədə dedik, Rasul sallallahu aleyhi və səlləm
deyərdi ki, Bismillah, Allahu Ekber, Allahın adıyla Allah ən böyükdür. Həmçinin qardaşlar, onun ədəblərindən və çox zəruri məsələlərdəndir ki, qurbanı kəsən zaman rəhmətli olmaq və İslam dini rəhmət dinidir və İslam dini hər bir şeydə bizə rəhmətli olmağı əmr edir. Necə ki, Şeyxülislam İbn-i Teymiyyə rahiməhullah buyurur ki, Əhl-i sünnəti vəl-cəmaə ərhamun nəsi bil-xalq və a'ləmuhum bil-haqq. Buyurur ki, Əhl-i sünnə vəl-cəmaə, yəni müsəlmanlar məxluqata ən rəhimli olan və haqqı ən yaxşı biləndir. Və məhz bundan dolayı Rasul sallallahu aleyhi və səlləm Şəddəd ibn Avs radiyallahu anhunun rəvayət etdiyi hədisdə belə buyurur. İnna Allaha kətəbəl ihsənə alə kulli şey. Allah ihsanı hər bir şeyin üzərinə yazmışdır. Yəni hər bir şeydə yaxşılıq etmək vacibdir. Və sonra buyurur ki, وَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَ وَإِذَا زَبَحْتُمْ فَأَحْسِنُوا الزَّبْحَ فَلْيُحَدَّ أَحَدُكُمْ شَفْرَتَهُ لِيُرِيحَ زَبِيحَتَهُ. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən də Allah hər bir şeyin üzərinə ihsan yazmışdır. Əgər sizlərdən biri öldürərsə, qoy o öldürməyin gözəlləşdirsin. Yəni cihad vaxtı, müharibə vaxtı, bilirsiniz artıq bu vaxt ölüm dilim söhbəti gedir. Hətta o vaxt belə səni öldürmək istəyən insana qarşı, yəni sözsüz ki, qarşındakı da qeyri-müsəlman olmalıdır. Öldürdüyün insana qarşı belə rəhmətli olmalısan. Deyir ki, və öldürür, yaxşı şəkildə öldürür. Və deyir ki, sizlər qurban heyvan kəsdiyiniz zaman, nəysə kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Və deyir, sizlər heyvan kəsdiyiniz zaman bıçağınızı itiləyin ki, qoy heyvanı rahatlaşdırasınız. Hədisi İmam Tirmizi rəvayət etmiş və Şeyx Albani bu hədisin sənədinin səhih olduğunu demişdir. Bəli, qardaşlar, İslam dini bizə hətta heyvanlarla belə rəhmətli olmağı əmr etmişdir. Və döyüşdə qeyri-müsəlmanlarla belə döyüşülən zaman rəhmətli olmağı əmr etmişdir. Və əfsuslar olsun ki, bu günləri bəzi özün müsəlman adlandıran və yaxud İslam xilafəti adlandıran insanlardan elə bir şey istar olur ki, elə bir şey bariz olur ki, həqiqətən insanı çox əfsuslandıran bir şeydir. Nəinki qeyri-müsəlmanları, hətta müsəlmanları belə amansızcasına qətlə yetirirlər və bunun da ən böyük işgəli ondadır ki, ağızlarında İslam, Bismillah, Allahu Ekber bu kimi gözəl şuarlar səsləndirib o çirkin əməli edirlər. Və İslam isə belə bir şeydən münəzzəhdir və İslam dinində belə bir şey yoxdur. Bunların halı o kəslərə bənzəyir ki, uca Allah bunlar barədə belə buyurur. Qul həl nunəbbiukum bil əqsərinə ə'mələ. Allah Teala buyurur ki, sizə əməlləri baxımından xəsarətə düşənlər barədə xəbər verinmi? Əl-ləzīnə dallə sə'yuhum fil-həyəti dünya və hum yəhsəbunə ennəhum yuhsinunə sun'a. Uca Allah buyurur ki, sizlərə əməlləri baxımından xəsarətə düşənlər barədə xəbər verinmi? Onlar o kəslərdir ki, onların əməlləri dünyada da, ahirətdə də puta çıxmışdır. Onlar elə bilirlər ki, yaxşılıq edirlər. Onlar elə bilirlər ki, yaxşılıq edirlər. Və həmçinin qardaşlar, Rasul sallallahu aleyhi və səlləm bayram xutbəsində ümmətin ümumi vəziyyətindən danışardı və ümmətə zəruri olan şeylərə toxunardı. Bugün də qardaşlar, əfsuslar olsun ki, müsəlmanların gəncləri Allahı layiqincə qiymətləndirmirlər və onu dəyərləndirmirlər və xüsusən də bu devirdə internet və s. bu kimi fitnələrin çoxaldığı bir vaxtda o zaman ki, təkliyə düşürlər, xəlvətə düşürlər, başlayırlar cürbəcür günahlara düşməyə. Və bugünkü devirdə internet elə bir böyük fəsaddır ki, elə bir böyük təhlükədir ki, içində xeyirli işlər istisna olmaqla. Və niyə görə deyim xeyirli işlər istisna olmaqla? Çünki onun içində xeyirli işlər də var. Yalnız əfsuslar olsun ki, bütün dünya onu xeyrə işlədir, müsəlmanlar isə zamanları yalnız Rəbbimin rəhm etdiyi qullardan başqa onu şərə işlədirlər. Görsən ki, internetdə həm şübhələr, həm də şeytanlar orada baş qaldırıblar. İnsanın iki düşməni var, insan iki yöndən aza bilər. Ya şəhvətləri ilə, ya şübhələri ilə, ən dəhşətlisi də şübhələrlə azmaqdır. Və baxırsan ki, gənclər orada neynirlər? Şübhələrə salırlar. Bidətlərə və s. bu kimi şeylərə sövq edirlər və həmçinin də şəhvətlər. Orada görsən ki,
başqa naməhrəm qadınlarla, qızlarla danışırlar və onlarla tanış olurlar. Hansı ki, bunu bizə İslam dini qadağan etmişdir və bunu Allahdan yox, insanlardan utanıb gizlində edirlər. Hansı ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, يَسْتَخْفُونَ مِنَ اللّٰهِ يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللّٰهِ Deyir ki, onlar Allah'tan değil, insanlardan qorxub utanıb gizlənirlər. O zaman bir kəs İmam Əhməd rahiməhullahın yanına gəlir. Deyir ki, ya şeyh, bizlər bəzən şeirlər deyirik, şeir oxuyuruq, bunun hökmü nədir? İmam Əhməd deyir ki, de görün necə şeirlər oxuyursunuz, hələ mənə ondan bir-iki beyt vəsf et görünmü? Və şair deyir ki, İzə mə qalə li Rabbi əməstəhiyyəytə ta'sini və tuxfir zəmbə min xalqi və ta'sini bil isyani. Uca Allah buyurur ki, daha doğrusu şair buyurur ki, sən məndən utanmadın mı mənə qarşı asilik etdin? Mənim məxluqatımdan günahları gizlətdin, ancaq mənə qarşı günahlarla gəldin. Və İmam Əhməd burada şairin sözün kəsib və öz otağına çəkilir. Və onun əhli deyir ki, geçdi otağına və başladı ağlamağa və bu sözləri təkrar edə ki, məndən gizlətmirsən, məndən utanmırsan, mənə qarşı asilik edirsən, ancaq məxluqatımdan bunu gizlədirsən. Həqiqətən də bu dəhşətdir, qardaşlar. İnsan gərək öz Rəbbindən utansın, insan gərək öz Rəbbindən qorxsun. Necə ki, bu barədə Rasul sallallahu aleyhi və səlləm Abdullah ibn Məsudun rivayət etdiyi hədisdə belə buyurur. İstəhyu minallahi haqqal həyə. Buyurur ki, Allah'tan haqqı ilə utanın. Allah'tan haqqı ilə utanın. Qulna ya Rasulallah, inna lənəstəhyi vəlhamdülillah. Dedik ki, ey Allah'ın Resulü, Allah'a həmd olsun ki, biz Allah'tan utanırıq. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, Leysə kəzəlik, vələkinnəl istihyəə minallahi haqqal həyə ən təhvəzər rə'sə və mə vəə. Deyir ki, bu belə deyil. Allah'tan haqqı ilə utanmaq o deməkdir ki, başını qoruyasan və onun içindəkiləri. Yəni, başda olan qulağı, gözü, dili günahlardan qoruyasan. Və sonra buyurur ki, وَتَحْوَزَ الْبَطْنَ وَمَا حَوَى. Və deyir ki, qarnı və onun içində olanları qoruyasan. Yəni, yediyin, içdiyinin halal olmasına fikir verəsən. Və sonra buyurur ki, وَلِتَذْكُرَ الْمَوْتَ وَالْبَلَى. Və deyir ki, ölümü və müsibətləri, bəlaları yada salasan. Və sonra Rasul sallallahu aleyhi və səlləm buyurur ki, وَمَنْ أَرَادَ الْآخِرَةَ تَرَكَ زِينَةَ الدُّنْيَا. Kim ki ahireti istəyərsə, o kəs dünya zinətini tərk etsin. Kim ahireti istəyərsə, o kəs dünya zinətini tərk etsin. فَمَنْ فَعَلَ ذَٰلِكَ فَقَدْ اِسْتَحْيَا مِنَ اللّٰهِ حَقَّ الْحَيَا. Və deyir ki, artıq kim belə edərsə, o kəs Allah'tan haqqı ilə utanmış olar. Hədisin isnadını Şeyx Albani səhiləşdirmişdir. Bəli qardaşlar, Allah'tan utanmaq elə belə başı aşağı salıb utanmaq deyil. Namazda başı aşağı dikmək deyil. Allah'tan utanmaq odur ki, insan başı və onun içindəkiləri qorusun. Qarnına, yediyinə, içdiyinə fikir versin, ölümü xatırlasın, bəlaları, müsibətləri xatırlasın, hansı ki bizdən əvvəlki ümmətlər və xüsusən də Peyğəmbərlər buna ibtila olmuşdur və sonra beləcə artıq o kəs Allah'tan haqqı ilə utanmış olar. Və Allah Teala'dan istəyirəm ki, bizim bu kəslədə qurbanlarımızı bizdən qəbul etsin. Və həmçinin bizim etdiyimiz bu zilhissədə və digər ibadətlərimizi bizlərdən qəbul etsin. Həmçinin Allah Teala'dan istəyirəm ki, bizim ölkəmizə, xalqımıza və onun əhalisinə əmin-amanlıq və bol-bol ruzi bərəkət nəsib etsin və hidayət olmayan insanlara tezliklə hidayət versin. Və həmçinin Allah Teala'dan istəyirəm ki, bizim keçmişdə buraxdığımız günahları bağışlasın, gələcəkdə bizlərə tövbə nəsib etsin, bizlərə salih əməllər nəsib etsin və Allah Teala'dan istəyirəm ki, bütün müsəlmanların sıxıntılarını qaldırsın. O müsəlman ölkələrində ki, fitnə fəsad baş alıb gedir, müsəlmanların qanı tökülür. Allah Teala ki, tezliklə oradakı insanlara, müsəlmanlara fəraj versin. Və müsəlmanlarsın kimlər ki, hilə qururlar. Müsəlmanları
pis qələmə verirlər və müsəlmanların qanın tökməyə səbəb olurlar. Allah Teala onların fitnəsini öz başına çevirsin. Allah Teala o hiləgərlərə qarşı özü kamil və ədaləti ilə, hikməti ilə tədbir görüb onların hiləsini öz başına çevirsin. Və Allah Teala istəyirik ki, bizləri və bizim əhl-i beytlərimizi bizimlə bərabər cənnətdə, Firdevs-i Alədə necə ki bugün burada cəm edib, eləcə cəm etsin. Və aqulu mə təsməun, əstəğfirullaha li və ləkum və bir-birinizi təbrik edin, ey Allahın qulları. İxlasla.com saytı tərəfindən təqdim olundu.